Çox sevirəm xalq mahnılarımızı dostlar. Bax, belə qoyuram yemək bişirəndə. Şöykətə qulaq asıram. Şöykət xanım Ələkbərova. Görən su səpmişəm, küçələrə su səpmişəm. Yar gələndə toz olmasın, yar gələndə toz olmasın. Elə gəlsin, elə getsin, elə gəlsin, elə getsin. Aramızda söz olmasın, aramızda söz olmasın. Aplaudirucu. Dostlar, kartoşkanı yəni görürsünüz, soymağı göstərmədim. Hamı kartoşka soya bilir. Çalışın kartoşka uzun olsun, bax forması. Biraz əyridir məndə olan kartoşka, da neyim olan budur evdə. Kartoşkanı 2 bölürük. Sonra götürürsünüz 2 ədəd bu kitayski paloçkalar yoxdur surşu üçün. Bu taxta çöplər, yəni bildiniz də nə? Götürüb belə qoyursunuz. Sonra başlayırsınız kartoşkanı kəsməyə. Taxtaya dəyib qaydı, bütöv kəsilmir kartoşka. Doğrandı, bayaq göstərdim sizə. Suyu qaynatdım. Nə qədər çox doğrayacaqsınız, o qədər də böyük qab götürəcəksiniz. Burada hardasa 2 litr sudur, litr yarım suya. Qoy göstərim. 1 qaşıq duz atıram. Litr yarıma qaşıq yarım. Yəni bu kartoşka canına çəkir o duzu. Həm də kartoşkanı yumuşaldır. Bükülməyə qoyur. Kartoşka bükülür. Sudan çıxardırıq. Düzürük dəsmalın üstünə, soysun. Kartoşka niyə belə isti suda, duzlu suda qalmalıdır? Bax, belə yumuşalmaq üçün. Mən kartoşkanı belə qəşəng-qəşəng bütün sloylarını kraxmallayıram. Kraxmal da kukuruz, yəni qarğıdalı. Kartoşka kraxmalı fərqi yoxdur, kraxmal olsun. Yəni kraxmal mütləq vurun, çox gözəl bişir, çox gözəl görünür. Bu bölünən hissələri də qarmoşkaları çox gözəl görünür. Həm də xrustyaş olur. Sasiskaları kartoşkanın razmerinə doğrayırıq. Hər kartoşkanın öz razmerinə içinə yığmağa. Sasiskanı bax belə qoyuruq içərisinə. Sonra zubakiska ilə diş çöpü ilə yəni bağlayırıq. Bax belə. Göndəririk qızarmağa. Bunun əvəzinə kim istəsə toyuq farşı da qoya bilərsiniz. Skavarodka qızır, yağ qaynayanda kartoşkanı atırıq. Çalışın ki, yağ kifayət qədər olsun, kartoşka yəni yağın içində üzə bilsin. Qızarandan sonra üstünə istədiyiniz sousu əlavə edirsiniz, küncüt və göyərti ilə bəziyirsiniz. Görün nə gözəl alındı. Özünüzü bir anlıq restoranda hiss edirsiniz. Sizə də nuş olsun. Resepti bəyəndinizsə like qoymağı unutmayın, yorumlar yazın və səhifəmə yazılın.